Bu 4 məsləhət qəbizlik üçün uşaqlarda çox vacib və çox önəmlidir. Qəbizlik problemi çox artmaqdadır. Birinci əsas məsələ qida faktorudur. Təbii genetikdir, cərrahi səbəblərdir, o başqa, amma qida faktoru bilinən səbəblər arasındadır. Xüsusilə uşaqlara əlavə qidalara keçəndə fast foodların və s. verilməsi, mayenin az qəbul olunması və ya qəbul olunan mayələrin sağlam maye olmaması, şəkərli, qazlı suların çox olması. Yəni bir tövsiyəmiz odur ki, uşaqlara bol maye verək, sadə su verək. Üçüncü tövsiyəmiz tualet vərdişlərinin uşaqlarda formalaşdırılmasıdır. Yəni uşaqlar bezdən çıxdıqdan sonra biz onlara öyrətməliyik ki, yadlarına salmalıyıq, izah etməliyik ki, hər hansı bir oyun oynadıqda, hər hansı bir işlə məşğul olduqda bu vərdişini yadlarına salmamız lazım. Dördüncü məsələ psixoloji məsələdir ki, uşaqlar bəzən qohum evinə, başqa bir yerə qonaq getdiyi zaman, məktəbdə tualeti bəyənmədiyi zaman ayaq yoluna getməkdən imtina edirlər və bu da bir bəzən psixoloqların üzərinə düşən işdir, bəzən də valideynlər uşaqlarla bu haqqda söhbət etməlidirlər və uşaqlar bu aktı istənilən bir yerdə icra etməyi qəbul etməlidirlər.